Sosial şəbəkələrdə MTK-lardan daxili kreditlə mənzil alanların şikayətlərinə tez-tez rast gəlirik. Belə ki, ipoteka ilə mənzil almaq bir çoxları üçün işin çətin tərəfinin yerdə qalması kimi xarakterizə olunsa da, bəziləri üçün əslində proses bundan sonra müşkilə çevrilir. Vətəndaşlar bildirirlər ki, qrafikdə 2-3 ay gecikməyə görə onlardan 10 minlərlə manat cərimə ödənişi və ya mənzilin geri qaytarılması tələb edilir. Bəs bu prosesin hüquqi və real tərəfləri nələrdən ibarətdir? Reportajımızda həmin problemlərə və mümkün həll yollarına nəzər salacağıq. İpoteka götürməkdən qabaq adam 1000 dəfə fikirləşməlidir. 2014-cü ildə ipoteka götürmüşdüm. Normal ödəniş edə bilirdim hər ay. Amma sonra pandemiya dövründə evdə işləyən olmadı deyə ödəniş edə bilmədiyim üçün evimi satmaq məcburiyyətində qaldım. İlkin ödənişlə bağlı biraz çətinlik olur. Məsələn, mən 2022-ci ildə aldım, onda 10% götürdüm. İlkin ödənişdə verməkdə biraz çətinlik çəkirdim. Sonra düzəltdim, götürdüm. Amma indi 2 otaq götürmüşdüm. İndi 3 otaq götürmək istəyirəm, amma çox baxa-baxşı gəlir. Onun üçün hələ də qalıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, evi ipoteka ilə almaq istəyən şəxslər müqavilədəki şərtlərlə razılaşmazsa, hüquqşünas yardımı ilə müqaviləyə istənilən bəndi əlavə edə və ya çıxara bilər. Əgər mənzil vətəndaşın əlindən alınırsa, təbii ki, vətəndaşın ödədiyi ilkin ödəniş, aylıq ödənişlər vətəndaşa geri qaytarılmalıdır. O halda ki, əgər həmin mənzilin bazar dəyəri vətəndaşın əlindən aldığı zamankindən daha ucuz qiymət alıb və əgər vətəndaşın mənzili baha qiymət alıb, hazırki bazar dəyəri daha ucuz qiymətsə, bu zaman şirkət və yaxud bank üçün maraqlı olan vətəndaşın ilkin ödəməsi və aylıq ödəmələri deyil, vətəndaşın ona olan borcudur. Əgər vətəndaş kreditləri hər ay deyil, 2 aydan, 3 aydan bir ödəyəcəksə, bununla bağlı da həmin müqavilədə bəndlər əlavə olunmalı. Həmin bəndlərə əsasən əgər qeyd olunmuş ki, vətəndaş ödəmələri hər ay deyil, 2 aydan və yaxud 3 aydan bir ödəyəcək, o halda həmin mənzil vətəndaşın əlindən geri alına bilməz. Ekspert bildirir ki, bu baxımdan müqavilə tərtib olunan zaman vətəndaş fors-major halları nəzərə alaraq gecikmə ayını qeyd etdirə bilər ki, bu da vətəndaşın gələcəkdə mənzilinin əlindən çıxmamasına səbəb ola bilər. Müqavilədə ilk ödəniş ödənilir və vətəndaşa ödəniləcək illər ərzində qrafik asılır. Bəzi hallarda vətəndaşlar 3-4 ayın pulunu əvvəlcədən ödəyir və daha sonra bir neçə ay ödəmir ki, hansı ki əvvəlcədən daha çox ödəyib. Bu tip hallar banklarda keçərli deyil. Daha çox ödəmək istəyirsə, vətəndaşın bir ayda ödədiyi 3 aylıq aylıq ödəniş onun növbəti aydakı kreditinin ödəməməsinə əsas vermir. Elnur Fərzəliyev qeyd edir ki, vətəndaş ödənişi gecikdirdiyi təqdirdə əgər müvafiq müqaviləni imzalayıb və sözü gedən bəndlə razılaşıbsa, MTK-lar məhkəmə qərarı olmadan belə vətəndaşın mənzilini əlindən ala və ya cərimə tətbiq oluna bilər. Vətəndaşların kreditlərində yaranan problemlərin daha çox hissəsi aldadıcı reklamlardan əmələ gəlir. Bir çox tikinti şirkətləri mənzillərin ilk ödənişini az və yaxud ilk ödənişsiz reklamlar edərək müştəri cəlb edirlər. Onların ilk ödənişi az olsa da və yaxud ümumiyyətlə olmasa da onların aylıq ödənişləri kəskin baha olur. Bu zaman isə vətəndaş həmin mənzili alır, bəlli bir zaman kredit ödəyir, daha sonrası ödəmə qabiliyyətini itirdikdə isə həmin mənzil artıq vətəndaşın əlindən çıxmış olur. Bu zaman şirkətə vətəndaşa ödənilən məbləğ deyil, həmin mənzilin digər hissə pulu maraqlandırır ki, şirkət o halda da həmin mənzili vətəndaşdan alaraq digər şəxsə sata bilir. Vətəndaş ipoteka ödənişini gecikdirdiyi halda bank tərəfindən hansı formada tədbir görülür sualına isə Azərbaycan Banklar Assosiasiyasının eksperti Zaur Osmanov deyir ki, əgər kredit alan, ipoteka qoyan banka lazım təqdim etdiyi məlumatlarda hər hansı bir yanlışlıqlar olarsa və yaxud da ki, əmlak vəziyyəti pisləşərsə və bu səbəbdən də bankda kifayət qədər əsaslar olarsa, şübhə yaranarsa ki, kreditin ödənilməsində gələcəkdə problem yaranasıdır. Bu halda da bank, yəni kredit borc verən öz hüquqlarından istifadə edərək tələbin ipoteka xidmətinə yönəlməsi və borcun tam olaraq bağlanması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edə bilər. Zaur Osmanovun sözlərinə görə, yaranan digər problemlərdən biri də kredit alan krediti təyinatına uyğun istifadə etmədikdə, yaxud təyinatına uyğun olub-olmaması ilə bağlı borc verənin nəzarət etməyinə şərait yaradılmadığı təqdirdə yaranır.
Bu halda da yəni borc verən öz hüquqlarından istifadə edərək tələbin ipoteka kreditmətinə yönəlməsi və borcun tam olaraq tutulması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edə bilər. Və nəhayət hər kəsin bildiyi, daha çox insanların yəni bu istiqamətdə kökləndiyi odur ki, kredit ödənilməsi tarixini, məbləğini lazım qaydada kredit alan icra etmədikdə, yəni kreditin ödənilməsində gecikdirmələr yarandıqda. Bu halda qanunvericilikdə nəzərdə tutulub ki, 90 gün müddətindən artıq gecikmələr baş verərsə, kredit verən öz hüququndan istifadə edərək tələbin ipoteka kreditmətinə yönəlməsi və borcun tam ödənilməsi ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edə bilər. Mənzil vətəndaşın hansı halda əlindən çıxa bilər məsələsinə gəldikdə isə İpoteka müqaviləsinin bağlanmasının əsas məqsədi borcun təminatı qismində yükledilir mənzil. Yəni bu nə deməkdir? Əgər borc gələcəkdə qaytarılmayacağı təqdirdə kreditor, yəni misal götürək bank, belə deyim də, loru formada başa düşülən dil desək, bank bu barədə məhkəmədə iddia qaldırılacaq ki, borc vəsaitinin tutulması və ipotekla yüklədilmiş əmlaka, yəni mənzilə yönəldilməsi. Bundan sonra məhkəmə qərarı icraya yönəlir və icra məmurunun icra hərəkətlərindən biri kimi onu çıxarılır hərracda satılır, əldə edilmiş pul vəsaiti yönəlir borca. Əgər üzərində hər hansı bir artıq pul vəsaiti qalırsa, bu icra məhkəmə xərclərinə sərf edildikdən sonra qalan pul vəsaiti vətəndaşın mülkiyyətçinin özünə qaytarılır. Vətəndaşın mənzilinin əlindən çıxılması mexanizmi sırf bundan ibarətdir. Nəzərə alsaq ki, ipoteka uzun müddətli öhdəlikdir, vətəndaşlar bu prosesə ciddi yanaşmalı, ilk mərhələdən etibarən müqavilə şərtlərini diqqətlə oxumalıdır. Sonradan hər hansı fors-major vəziyyətdə çətinlik yaşamamaq üçün riskləri əvvəlcədən dəyərləndirmək vacibdir.